Hər kəsə salam əziz tələbələr. Bu günləri sizlərlə artıq yaddaş qurğuları və periferiya qurğuları, yəni texniki təminatın mövzu üçün davamını keçmiş olacağıq. Ümumiyyətlə yaddaş qurğuları nədir, nə üçün istifadə edilir, belə deyə bilərik. İnformasiyanı daxil etmək üçün və yaxud da onu, yəni müəyyən müddətlik yadda saxlamaq üçün istifadə edilən qurğular bizdə yaddaş qurğularıdır. Yaddaş qurğularının əsas xassələri nələr olacaqdır? Təbii ki, biz yaddaş qurğuları üzərində işləyiriksə, ki, məsəl üçün də tutaq ki, bir məlumatı biz yaddaş qurğusu olaraq flash kartı misal göstərirəm. Flash kartdan istifadə ediriksə, ki, informasiyanın həcminə uyğun olmalıdır. Ki, həcmi əsas bizə lazımdır. Daha sonra müraciət vaxtıdır, nə qədər vaxta məlumatımız yüklənəcək yaddaş qurğusuna, həmçinin də yazılış sıxlığını aid edə bilərik. Yəni, yaddaş xarakteristikası olaraq 3 dənə əsas xassəni qeyd edə bilərik. Bunu qeyd etdik. Bəs ümumiyyətlə yaddaş qurğuları neçə yerə bölünür və hansılardır? Yaddaş qurğuları 2 yerə bölünür. Daxili yaddaş qurğuları və xarici yaddaş qurğuları. Daxili yaddaş qurğuları belə deyək də, biz artıq bunu əvvəlki dərsimizdə qeyd etmişik. Ana plata üzərində yerləşən qurğular idi. Yəni, daxili yaddaş qurğuları və xarici yaddaş qurğuları. Xarici yaddaş qurğuları isə artıq ana platadan kənarda yerləşmiş olacaqdır. Ümumiyyətlə, daxili yaddaş qurğuları hansılardır və xarici yaddaş qurğuları hansılardır? Bu şəkildə belə bir cədvələ baxa bilərik. Biz artıq daxili yaddaş qurğularından registr yaddaş nədir, keş yaddaş nədir, əməli yaddaşdır, daha sonra daimi yaddaşdır, flash yaddaşdır, sonra GMUS və video yaddaş haqqında artıq məlumat almışıq. Növbəti hissə bizdə gəlir xarici yaddaş qurğuları. Bəs xarici yaddaş qurğuları nədir? Bir dəqiqə. Belə bu şəkildə götürək. Birdən nəysə qeyd etmək lazım olarsa qələmimizi aktiv edirik. Niyə qələm aktiv olmadı? Deməli qələmimizi aktiv elədik. Bəs xarici yaddaş qurğuları olaraq hansı qurğuları qeyd edə bilərik? Burada əlavə olaraq məsəl üçün biz burada bütün daxili yaddaş qurğuları haqqında məlumat vermişik. Əlavə olaraq biz burada flash yaddaşı görürük. Flash yaddaş, video yaddaş, video kart haqqında məlumat vermişik. Amma burada flash yaddaş və video yaddaş anlayışları vardır. Flash yaddaş da burada məsəl üçün bəzi qurğuları qeyd etmişdik ki, enerjidən asılıdır və yaxud da enerjidən asılı deyil. Yəni, bu enerjidən, flash yaddaş enerjidən asılı deyil. Burada həmçinin də mən məsəl üçün flash kart haqqında məlumat verirdim bayaqları. Flash kart bizdə xarici yaddaş qurğusudur. Burada məsəl üçün flash yaddaşla flash kartı burada qarışdırmaq olmaz. Daha sonra video yaddaş gəlir. Video yaddaş isə enerjidən asılıdır. Məlumatların da ekrana çıxarılması, ümumiyyətlə belə deyək də, yaddaşda saxlanılması üçün istifadə edilmiş olur. Növbəti hissə gəlir bizdə xarici yaddaş qurğuları. Xarici yaddaş qurğularına belə ümumiləşmə versək, buradan qeyd edirəm xarici yaddaş qurğularını. HDD-dir, bayaqlarda dedim, sərt diski idi bizdə, burada da fikir verirsək, sərt maqnit diskidir. Sonra var SSD-dir, burada da qeyd etmişik, solid state bu şəkildə disk formatında qeyd edilir. Sonra CD-dir, DVD-dir. CD-dir, DVD-dir. Daha sonra HDD haqqında məlumat verdi. Maqnit lenti var, streamerdə. Bunlar nədir? Hər biri haqqında məlumat vermiş olacağım. Disketlər, floppy diskləri bura aid edirlər. İndi gəlirik birinci ilə HDD-ni göstərmişkən, gəlirik HDD bizdə nə idi? Sərt maqnit diski idi və yaxud da başqa yerlərdə də görə bilərsiniz ki, adı olaraq, baxıram burada qeyd edilibmi HDD-nin başqa cür adı? HDD deməli sərt maqnit diski və yaxud da bizdə Winchester olaraq adlanmış olacaqdır. Yəni, belə bir şey görsəz, bilin ki, bu xarici yaddaş qurğusu olan sərt maqnit diski və yaxud da HDD-dir, Winchester olmuş olur.
Sərt maqnit diskinin bayaqki PDF-də də əgər dərsə baxmışdınızsa, orada da qeyd etmişdik ki, qat-qat disketlərdən ibarət olur və məlumatın oxunması üçün də bir iynə olur. Məlumatlar da həmin formadan oxunmuş olur. Enerjidən asılı deyildir. Məntiqi və fiziki olaraq formatlaşdırılmış olur. Burada yəni bütün proqramlar olsun, videodur, mətn tiplidir, şəkildir, əməliyyat sistemi və yaxud da faylları uzun müddət yaddaşda saxlamaq üçün deməli HDD-dən istifadə edilmiş olur. Bunu sildik. HDD haqqında məlumat vermiş olduq. Bu arada başqa floppy disk elə birinci qeyd etmişik. Elastiki maqnitli disklərdə yaddaş floppy disk və yaxud da disket adlanmış olacaqdır. Ümumiyyətlə FDD və yaxud da elastiki maqnitli diskdir. Bu şəkildə də yazılır. FDD floppy disk. Bu şəkildə də adını qeyd etmiş olduq. Floppy disk və yaxud da dediyim kimi disket də adlanmış olacaqdır. Yaddaşda ən kiçik xarici yaddaş qurğusudur. Həmin bu yaddaş. Ən kiçik xarici yaddaş qurğusu nə oldu bizdə? Floppy disk olmuş oldu. Burada təqribən ölçüsü 1,44 MB-a bərabər olmuş olurdur. Diametri isə 89 mm-ə bərabərdir. Bu oldu bizdə floppy disk ən kiçik xarici yaddaş qurğusu 1,44 MB ölçüyə bərabər olmuş olur. Sonra gəlir CD, DVD bölmələrini qeyd etmişəm. CD optik maqnitli disklərdə yaddaş olaraq da qeyd edilir. Səs və yaxud da mətn tipli informasiyaların yadda saxlanması üçün istifadə edilir. Ümumiyyətlə bu CD və yaxud da indi DVD haqqında da məlumat verəcəyik. CD nə idi? Əsasən yazıların, audio tipli, mətn tipli məlumatların yazılması üçün, faylların yazılması üçün həmin bu CD-lərdən istifadə edilmiş olurdu. CD-lər özü də iki yerə bölünür. CD-R var, bir də CD-RV var. Bunlar bəs nədir bu? Bir-birlərindən fərqləri nədən ibarətdir? CD-Rə informasiya yalnız bir dəfə yazıla bilər. Yəni biz bunun içərisindən informasiya nə silə bilərik, nə də dəyişikliklər apara bilərik. Sadəcə bir dəfə informasiyanı yazdıq. Bəs CD-RV nədir? Və yaxud da bunun dediyim kimi üzərinə informasiya yazmaq olmur, silmək olmur. CD-RV isə burada informasiyanı yazdıq. Daha sonra isə istənilən qədər yazmaq, pozmaq mümkündür. CD-R'in ölçüsü nə qədərdir? 700 MB-a bərabər olur. Ən çox yayılmışı 700 MB-a bərabər olmuş olur. Daha sonra qeyd etdim ki, optik maqnit disklərdə yaddaşa DVD-lər aid idi. DVD ilə belə heç dərsi bilməyən də bilər ki, DVD-lər nə idi? Əsasən şəkillərdir, proqramlardır, videolar ilə işləmək üçün istifadə edilir. Yəni istənilən tip fayllarla işləmək üçün həmin bu DVD-lərdən istifadə edilir. İstənilən strukturlu informasiyalar yazmaq mümkündür. DVD də digərlərində CD-də olduğu kimi DVD-R və DVD nə idi? R-V olaraq bölünür. Bu da yenə digərində olduğu kimidir. CD diskində olduğu kimi DVD-R-ə bir dəfə yazıla bilir məlumat, nə silinə bilir, nə də üzərinə məlumat yazıla bilmir. DVD-RV-yə isə istənilən qədər məlumat yazılıb silinə bilər. Həcmi isə bunun 4,7 və 17,4 GB arasında dəyişmiş olacaqdır ki, bilirik ki, bizim keçdiyimiz böyük ölçü vahidləri gigabayt və terabayt idi. Bu da yəni böyük həcmli video və mətn tipli fayllarla işləmək üçün istifadə edilmiş olacaqdır. İndi gəlirik. Nələr haqqında danışdıq? Nələr haqqında danışdıq? Deməli, HDD-dir, CD-dir, SSD qaldı. SSD nə idi? SSD ən sürətli xarici yaddaş qurğusudur. Nə idi? Dedik ki, ən kiçik xarici yaddaş qurğusu nə idi? FDD. 1,44 MB idi. Ən sürətlisi də SSD olmuş olacaqdır.
SSD belə deyək də, sərt diskin, yəni HDD-nin ən yeni nəslidir. Burada sərt diskdən fərqi ondan ibarətdir ki, bu HDD-dən fərqli olaraq mexaniki üsulla yox, elektroniki şəkildə işləmiş olur. Qiymətinin baha olmasına baxmayaraq, deməli, sərt diskdən 10 dəfələr ilə sürətli olmuş olacaqdır. Deməli, ən sürətli xarici yaddaş qurğusu SSD olmuş olacaqdır və HDD-nin, yəni sərt diskin yeni nəslidir. Burada nələri qeyd etməmişik? Burada qaldı bir dənə bizdə maqnit lentində yaddaş streamer və daşına bilən yaddaş qurğular. Maqnit lenti nədir? Gəlin bunu qeyd edək. Maqnit lentində yaddaş və streamer adı biraz qəribə gələ bilər, amma siz bunun haqqında bilirsiniz ki, indiki nəsil Z kuşağı belə deyim ki, nə dərəcədə disklərə, kasetlərə baxır ki, əvvəllər məsəl üçün ad günləri olsun, şənliklər olsun, həmin onlara baxmaq üçün kasetlərə yazılırdı. İndi düzdür disk formatına çevrilib. Əvvəllər ki, həmin o kasetlər elə bizdə streamerdir. Qarşısına da kaset yazın ki, yadınızda yaxşı qalsın. Deməli, kasetlər dedik ki, toy kasetlərinə daha çox baxırdıq, videolar olsun, onlara baxmaq üçün həmin bu maqnit lentindən, streamerdən istifadə etmiş olurduq. Həmin bu qurğular olur. Ümumiyyətlə, belə deyək də, keyfiyyət baxımından zəifdir. Tez qırılır, tez sıradan çıxır. Amma belə deyək ki, yeganə yaddaş qurğusudur ki, virusa yoluxmur. Yəni, heç vaxt virusa yoluxma ehtimalı yoxdur, belə qeyd edək. Qiyməti ucuzdur. Yaddaş həcmi isə böyük olmuş olur. Tez qırılır, tez sıradan çıxır, qiyməti ucuzdur, virusa yoluxmur. Əsas odur, yaddaş həcmi də böyükdür. Və bu arada informasiyanın yazılma sürəti də streamerə zəif olmuş olacaq, biraz gec yazılmış olur. Bizdə qaldı növbəti flash kart bölməsi. Flash kart, yəni daşına bilən yaddaş qurğuları idi. Daşına bilən yaddaş qurğularına flash kartdır, mikrokartlar da aid edilir. Flash kart da günümüzdə daha çox istifadə edilə bilən, daşına bilən xarici yaddaş qurğularından biridir. Yəni, informasiyanı uzun müddət yaddaşda saxlamaq üçün istifadə edilir. Ki, bilirik ki, həcmi böyük olan var, kiçik ölçüdə flash kartlar var. Əsas xarakteristikasına da yaddaşın həcmi və USB növü aid edilir ki, dediyim kimi, məlumat böyük olanda bizim üçün daha böyük ölçüdə flash kartlar tələb edilmiş olacaqdır. Ən sürətli flash kartlara isə USB deməli 3-dür. 3-1 olmalıdır bir də. USB deməli 3-1-i qeyd etmiş oluruq. Bu oldu bizdə flash kartların növləri. Biz burada deməli, məncə daxili yaddaş haqqında məlumat verməyimə gərək yoxdur. Əvvəlki videoya da baxmısınızsa, daxili yaddaş qurğuları haqqında məlumatınız olmuş olub. Növbəti hissə bizdə nə gəlir? Burada da fikir verirsə, mən sizə qeyd etdim ki, daxili yaddaş qurğuları, burada daxili yaddaş qurğularının açıqlamasını qeyd etmişəm. Yəni, daxili yaddaş qurğularına nələr aid idi? Əməli yaddaş, RAM, keş yaddaş, video yaddaş, registr yaddaş aid edilir. Həmçinin də enerjidən asılı yaddaş qurğuları idi. Biz demək ki, ROM enerjidən asılı deyil. Yəni, kompüter söndürsə də məlumatlar orada qalırdı. Burada da belə yadımızda saxlaya bilərik ki, ümumiləşmə verə bilərik ki, RAM-dır, keşdir, video yaddaşdır və registr yaddaşdır, enerjidən asılı yaddaş qurğularıdır. Sonra gəlir digər yaddaş qurğuları. Digər yaddaş qurğuları hansılar idi? Elastik maqnit disk haqqında bayaqları məlumat verdim. Burada fikir verirsinizsə, diskdir, disketdir, floppy disk idi, FFD kimi deyilə bilər. Burada qeyd etmişik və demişdik ki, elastik maqnit disk ən kiçik xarici yaddaş qurğusu idi və 1,44 MB həcmə bərabər olmuş olurdu. Və xarici yaddaş qurğusunun da burada şəkli göstərilmiş olur. Və optik maqnit disklər haqqında məlumat verdim. Artıq sizə bunlar məlumdur.
Bura aid idi CD-lər, DVD-lər aid idi. Bu şəkildə də ölçü miqdarları da qeyd edilmiş olur və CD-lər bölünürdü. CD-R, CD-RV, həmçinin də DVD-lər də bölünürdü. DVD-R və DVD-RV-lərə bölünmüş olurdu. Burada hər cür DVD-də demişdik ki, hər cür tipli məlumatlar yazıla bilərdi, fayllar yazıla bilərdi. Blu-ray da var burada fikir verirsinizsə, mavi rəngdə verilmiş olur və fikir verirsinizsə CD dedik ki, nə idi CD bizdə? Səslərlə işləmək üçün istifadə edilən xarici yaddaş qurğuları idi. Deməli, bunlar haqqında da məlumat verdiyimizə görə bizdə gəlirdi növbəti hissə. Növbəti hissə nə idi? Növbəti hissə bizdə gəlir periferiya qurğuları. Periferiya qurğuları nədir? Ümumiyyətlə dedik ki, kompüterin əsas tərkib hissələri var və köməkçi tərkib hissələri var idi. Dedik ki, kompüterə yeni əlavə qurğular, periferiya qurğularını qoşmaq üçün, kompüterə əlavə qurğuları qoşmaq üçün kontrollerdən istifadə edilirdi. Bu da olur bizdə periferiya qurğuları. Periferiya qurğuları bəs nədir? Bundan əlavə olaraq dedik ki, bu qurğuların işlərinin idarə edilməsi üçün isə bizdə driverdən istifadə edilirdi. Driver nə idi? Proqram cəhətdən deməli qurğuların əlaqələndirilməsi idi. Həmçinin də driver bizdə deməli digər köməkçi qurğuların kompüter tərəfindən tanınmasını həyata keçirən proqram idi. Deməli bəzən tələbələr çaşır driver və kontrollerin təriflərində. Burada driver bizdə proqramdır, yadımızda saxlayırıq. Kontroller isə bizdə qurğudur. Burada da fikir verisilə qeyd etmişik. Periferiya qurğularının kompüterləri ilə əlaqələndirilməsi. Kontroller və driverlər anlayışları vardır. Kontroller periferiya qurğularını kompüterlər ilə əlaqələndirən qurğular idi, qeyd etmişik. Driverlər isə deməli periferiya qurğularını kompüterlər ilə əlaqələndirən proqramlar olmuş olurdu. Ümumiyyətlə biz bu ümumiləşməni necə yadımızda saxlayırıq? Driver proqram idi, kontroller isə bizdə qurğu olmuş olur. Daha sonra gəlir periferiya qurğuları bölünür. Periferiya qurğuları bölünür. Daxil etmə, xaric etmə, həm daxil etmə, həm də xaric etmə qurğuları. Deməli, kompüterlərin imkanlarını artıran, ona əlavə funksiyalar verən qurğulara periferiya qurğuları deyilirdi. Periferiya qurğuları dediyimiz kimi 3 yerə bölünürdü. Giriş qurğuları, daxil etmə qurğuları, xaric etmə qurğuları, həm daxil etmə, həm də xaric etmə qurğuları. Biz giriş qurğuları, yəni daxil etmə qurğularının artıq bir çoxu haqqında məlumat vermiş olmuşuq. Klaviatura nə idi? Daha sonra klaviatura haqqında məlumat vermişik. Belə deyək, klaviaturanın düymələri idi. Onlar haqqında məlumat verdik. Növbəti gəlir mouse düyməsi. Mouse da gördüyümüz kimi bizdə daxil etmə qurğusu idi. Mexaniki olaraq hərəkət etdiririk və məlumatları axtarıb tapmış oluruq. Ümumiyyətlə, mouselar bizim, yəni idarə etmə, kompüterlərdə idarə edici rol oynamış olur və mouseların bir neçə növləri vardır. Joystickdir, joypaddir, trackballdur, touchpad kimi deməli daxil etmə qurğularına, yəni mouse'un növlərinə aid edilmiş olur. Növbəti gəlir skanerlər. Skanerlər isə informasiyanın kağız vərəq üzərindən kompüterə daşınması üçün, kompüterə daxil edilməsi üçün istifadə edilən giriş qurğularıdır. Necə ki, printerdə kompüterdən çap edirik, çıxırıq, yəni çıxış qurğusu idi printer. Skanerdə əlimizdəki olan məlumatın kompüterə daxil edilməsi üçün istifadə edilirdi, kağız üzərindəki olan məlumatın. Ümumiyyətlə, skanerlər 2 yerə bölünür. Əl ilə işləyən skanerlər var, bir də stol üstü skanerlər var. Əl ilə işləyən skanerlər yığcam şəkildə olur. Burada ilə mouse haqqında danışmışdım. Mouse'un növləri var idi. Burada fikir verirsə, hər biri haqqında artıq məlumatımız var. Biz daha çox mouse və sensor panelli touchpaddən istifadə etmiş oluruq.
Deməli, skanerlər dedik ki, əl ilə işləyən skanerlər var və stolüstü skanerlər var. Əl ilə işləyən skanerlər daha yığcam olur, rahat şəkildə daşına bilirlər. Əl ilə işləyən skanerlərə məsəl üçün burada barkod oxuyucunu məsəl üçün aid edə bilərik. Mağazalara gedirsiniz, kassalarda məlumatların oxunması üçün barkodlardan istifadə edilir malların vurulması üçün. Həmin onlar da deməli əl ilə işləyən skanerlərə aid edilir. Daha sonra növbəti gəlir stolüstü skanerlər. Stolüstü skanerlər bölünür. Flatbed, sheethead və overhead-ə bölünmüş olur. Flathead birinci şəkildə göründüydü bu açılıb qapanan bölmə. Deməli, flatbed demək olar ki, digərlərindən olduqca bahadır və ağıllı skanerlər adlanmış olurdu. Buradan da göründüyü kimi təsviri kompüterə daxil etmək üçün kağızı burada həmin bu qurğunun arasına qoyub məlumatı skan etmiş oluruq. Növbəti gəlir sheethead skanerləri ilə işləmək üçün isə bu təqribən şəkildə də göründüyü kimi faksla işləməyə bənzəyir. Məlumatı burada daxil edirik. Demək olar ki, burada fikir verirsə, məlumat elədir ki, tam şəkildə bura daxil etmək olmur. Yəni, dartılmış formada məlumat daxil edilir bura. Bu skanerlərin mənfi cəhəti ondan ibarətdir ki, bu formada daxil edildiyi üçün həmin bu kitab və jurnalları çap etmək, yəni çap etmək deyil, skan etmək mümkün olmur. Sonra overhead gəlir. Overhead də burada üçüncü şəklə baxırıq ki, bu formada məlumatları qoyurlar. Məlumatları sürətli şəkildə kompüterlərə köçürmək üçün istifadə edilir. Lövhə şəklində kitab qoyulur. Daha sonra isə baş-ayaq şəkildə belə deyək, məlumatlar oxunub, skan edilmiş olur. Daha sonra gəlir informasiyanı xaric edən qurğular, xaric etmə qurğuları. Ümumiyyətlə, daha doğrusu daxil etmə qurğularından qaldı burada. Mən deməli, skanerlər, mikrofon nə idi? Mikrofon deməli, məlumatı kompüterə daxil etmək üçün istifadə edilirdi. Mikrofon da deməli, daxil etmə qurğusu idi. Qrafiki planşet digitizer. Qrafiki planşet digitizer nədir? Bu belə planşet kimi belə deyək ki, bir qurğudur. Məlumatları burada mən məsəl üçün dərsi qeyd edirəm, bu şəkildə qeydlər aparıram. Həmin bu şəkildə qeydlər aparmaq üçün istifadə edilən qurğudur. Web kamera nə idi? Görüntünün kompüterə daxil edilməsi üçün istifadə edilirdi. Bayaqları izah etmişdi. Həmçinin də TV tuner və klaviaturanı, burada MIDI klaviaturada qeyd etmişik, eyni şeydir. TV tuneri isə burada televiziya əlaqələri qurmaq üçün, yəni məlumatların daxil edilməsi üçün istifadə edilirdi kompüterlərdə. Sonra gəlirdi informasiyanı xaric edən qurğular, yəni informasiyanın xaric etmə qurğuları. İnformasiyanın xaric etmə qurğularını bu şəkildə yadda saxlaya bilərsiniz. PPP, printer, plotter, proyektor. Bunu yaddaşda saxladınız, xaric etmə qurğuları. Sonra monitor ekrana xaric edir də məlumatı. Monitor, səs ucaldan və qulaqcıqlar deməli xaric etmə qurğularına aid edilmiş olur. İndi baxıram bunlar haqqında məlumat verməyə. Monitor haqqında bayaqları məlumat vermişəm. Növbəti hissə gəlir printer. Printer nədir? Məlumatı kağız üzərində, informasiyanı kağız üzərində çap etmək üçün istifadə edilir. Printerlər kompüterlərə portlar vasitəsilə qoşulur. Biz portları gələcək dərslərdə keçəcəyik. Hansı portlarımız var? LPT, USB portlarımız var. Printerin ayırd etməsi olaraq isə DPI-dən istifadə edilir. Bəs printerləri əsas xarakteristikalarına görə iki yerə bölürlər. Zərbli printerlər var, zərbsiz printerlər var. Bir də printerlərin əsas xarakteristikaları var. Ümumiyyətlə, gəlin birinci zərbli və zərbsiz printerlər haqqında danışaq, daha sonra isə digərlərinə baxmış olarıq. Zərbli printerlər özü də bölünür. Literli və matrisli printerlərə, zərbsiz printerlər də özlüyündə bölünəcək. Deməli, zərbli printerlərə literli, məsəl üçün, matris tipli zərbli printerlər və literli printerlər var. Ümumiyyətlə, birinci matris tipli deməli, printerlər haqqında məlumat verək. Burada elə bil ki, bütün məlumatlar kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr toplusu şəklində olur və məlumatlar printer başlığı vasitəsilə, printer başlıqları fərqli olur,
9, 16, daha doğrusu 9, 18, 24 iynəli ola bilər. Həmin bu şəkildə məlumatlar oxunur və çapa verilmiş olur və miqyaslama vasitəsilə. Bu oldu matrisli, yəni iynə ucluqları vasitəsilə məlumatlar oxunur və çapa verilir. Literli matris, yəni zərbli literli növləri isə həmin bu matris tipli printerlər kimi işləmiş olacaqdır. Zərbsiz printerlər var. Zərbsiz printerlər isə şırnaqlı lazerlər və termiki olaraq 3 növə bölünmüş olacaqdır. Ümumiyyətlə şırnaqlı printerlər nədir? Tam olaraq səssiz formada işləyəcəkdir. Yəni ardıcıldır, sakit, tam olaraq səssiz formada işləmiş olacaqdır. Elə bu şəkildə yadda saxlaya bilərsiniz. Lazer və zərbsizin bir növü olan lazerli printerləri isə burada bu təsvirlər isə elektron formada əldə etmək üçün istifadə edilirdi. Hal-hazırda günümüzdə daha çox istifadə edilən bir növdür. Əslində burada məlumatlar kiçik püskürür. Məlumatlar elə bil ki, qoyulur çapa vermək üçün, vizual şəkildə məlumatı göstərmək üçün, quru toz şəklində məlumatlar çapa vermək üçün rəngi püskürəcək və kiçik tonerlər üzərində məlumat oxunmağa başlayacaqdır. Yəni lazer formasında bu şəkildə məlumatları çapa vermək olar. Daha sonra termoprinterlər var. Termoprinterlərin digərlərindən fərqi ondan ibarətdir ki, məlumatın kağız üzərində çap edilməsi üçün burada elə bil ki, kağız qızdırılır və kağız qızdırılandan sonra rəngi dəyişmiş olur və bu prosedur kağız üzərində ləkə yaratmış olur və bu ümumiyyətlə bu üsulla da belə deyək də kağızları, məlumatları kompüterlərdə rəngli formada çapa vermək mümkün olmuş olacaqdır. Hal-hazırki günümüzdəki dövrdə lazerli, deməli printer növündən istifadə edilir. Zərblidə dedik ki, əsas prinsipi nə idi? Nöqtələr şəklində iynəli formada məlumatlar oxunurdu. Sonra lazerli günümüzdə dediyim kimi istifadə olunurdu. Toz püskürən formada, yəni toz püskürürdü və bu məlumatları oxumuş olurdu. Lazerli günümüzdə dediyim kimi istifadə edilirdi daha çox. Termoprinterlər, termiki printerlər qızdırılıb məlumat çapa verilirdi. Rəngli formada da məlumatları çapa vermək mümkün idi. Printerlərin əsas xüsusiyyətlərinə nələr aiddir? Ki, printer aldıq. Printerin keyfiyyəti lazımdır bizə, sürətli, rəng imkanlarının olmasıdır. Çünki rəngli formatda da çıxartmaq oluruq. Qiymətidir, işləmə qabiliyyətidir, qrafiki imkanların olub-olmamasıdır. Yəni, qrafiki formada, rəngli, rəngsiz formada çıxarılması bizim üçün əsas xüsusiyyət, xarakteri xüsusiyyət olur. Daha sonra burada xaric etmə qurğularından mən qeyd etdim ki, xaric etmə qurğularından burada deməli, informasiyanı xaric edən qurğular haqqında məlumat vermiş oldum. İndi keçirik, daha doğrusu printer haqqında məlumat verdi. Növbəti hissə gəlir bizdə plotter. Plotter nədir? Daha mürəkkəb təsvirlərin çıxarılması üçün, kağız üzərində çıxarılması üçün istifadə edilir ki, deyə bilərsiniz ki, necə təsvir ola bilər? Bu daha reklam afişalardır. Həmin o deməli məlumatların, afişaların çıxarılması üçün istifadə edilir. Çap texnologiyasına görə də bölünə bilər ki, indi qarşınıza çıxa bilər. Perolu, karandaş qələmli, şırnaqlı kimi növləri vardır. Daha sonra gəlir proyektor və səs ucaldanlar. Proyektor bilirik, yəni kompüter qurğusundakı olan məlumatları ekrandan kənara çıxartmaq üçün proyektordan istifadə edilirdi. Xaric etmə qurğusu idi. Hər hansısa bir lövhə olsun, qurğu üzərində göstərmək üçün istifadə edilirdi. Səs ucaldılanlar var idi. Proyektor dediyim kimi müxtəlif cizgilər üzərində, qurğular üzərində əks etdirmək üçün istifadə edilmiş olurdu. Naushniklər də dediyimiz kimi yenə informasiyanı xaric edən qurğular idi səs vasitəsilə. Səs ucaldılanlar da məlumatları xaric edən
qurğular olmuş olur. İnformasiyanı həm daxil edən, həm də xaric edən qurğular var idi. Bayaqları məlumat vermişdik. Səs kartı idi, şəbəkə kartı idi. Bunlar haqqında məlumat vermişdik. Həm daxili və xarici modemlərdir. Sonra video adapterlərdir, sensor monitorlar, həmçinin də fakslardır ki, həm daxil etmə, həm də xaric etmə qurğuları olmuş olur. Ümumiyyətlə həm giriş, həm də çıxış qurğularına dediyim kimi faksı da burada qeyd etmişik. İnformasiyanı həm qəbul edir, həm də xaric etmiş olur ki, məsəl üçün xüsusi fayllar vardır ki, onları sırf faks aparatlarında, faks qurğularında çap etmək tələb olunurdu. Həmin bundan da faks qurğularından istifadə edilmiş olur. Sensor monitor bəlkə bunu qeyd etməmişəm, amma bunu qeyd etməyimə məncə də gərək yoxdur. Nəyə görə? Sensor monitor gündəlik olaraq telefonlarımızdan istifadə edirik. Toxunaraq informasiyaların daxil edilməsidir. Digərləri də gördüyümüz kimi artıq məlumat vermişik. Yəni biz bu dərsdə də xarici yaddaş qurğuları, həm daxili, həm də xarici yaddaş qurğuları olsun, həmçinin də periferiya qurğuları haqqında artıq məlumat almış olduq. İnşallah gələn dərslərdə görüşənədək.